Salam. Bugün sizinle çok vacip bir mevzunu, Azərbaycandakı icbari sığortalar haqqında qanunu müzakirə edəcəyik. Salam, bəli. Mənbəmiz elə qanunun öz mətni olacaq. Məqsədimiz də oldu ki, görək bu qanun sizin üçün, yəni fərdi şəxs kimi və ya biznes sahibi kimi nə deməkdir? Gəlin başlayaq, görək nə var, nə yox. Başlayaq. Deməli, bu qanun əsasən 4 növ icbari sığortanı əhatə edir. Çox güman ki, bunlarla rastlaşmısınız. Hansılar da olar? Birincisi, daşınmaz əmlakın sığortası. Yəni evinizin, obyektinizin. Sonra avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti. Hamı bunu avısımı və ya el arasında avtoqrajdanka kimi tanıyır. Hə, o məşhur sığorta. Bəli. Üçüncüsü, yenə daşınmaz əmlakla bağlıdır, amma onun istismarı ilə bağlı məsuliyyət sığortası. Yəni, sizin obyektinizdən başqasına zərər dəysə. Və nəhayət, sərnişinlərin fərdi qəza sığortası ictimai nəqliyyatda. Deməli, məcburi olduğuna görə, demək olar ki, hər kəsə toxunur bu mövzular. Yaxşı, bəs bu prosesdə əsas iştirakçılar kimlərdir, belə deyək, kimdir? Əsas tərəflər var, bəli. Birincisi, sığortaçı. Bu, lisenziyası olan sığorta şirkətidir. Aydındır, şirkət. Sonra sığortalı. Yəni siz, sığorta etdirməli olan şəxs. Bir də var sığorta olunan, bu əmlak mənfəəti sığortalanan şəxs və ya elə əmlakın özü ola bilər. Faydalanan şəxs də var, yəni hadisə baş verəndə sığorta ödənişini alan şəxs. Bu çox vaxt ya siz olursunuz, ya da zərər çəkən. Zərər çəkən dedikdə? Zərər çəkən, yəni sağlamlığına və ya əmlakına ziyan dəymiş şəxs. Bir də üçüncü şəxs anlayışı var, bu da zərər çəkən, amma müqavilənin tərəfi olmayan şəxsdir. Başa düşdüm, bəs müqavilə, yəqin ki, indi hər şey elektronlaşır, elə deyil, kağızla işləmirik ki. Əksər hallarda bəli, artıq elektron müqavilə bağlanır və çox vacibdir ki, bu müqavilə mütləq xüsusi informasiya sistemində qeydiyyata alınsın. Niyə vacibdir? Həm şəffaflıq artır, həm də, prosesləri sürətləndirir. Sığorta şəhadətnaməsi də bunu təsdiq edir. Müddəti nə qədər olur adətən? Standart müddət 1 ildir və maraqlı bir məqam var. Əgər siz sığortaladığınız əmlakı, məsələn, evi və ya maşını satsanız, sığorta müqaviləsi qüvvədə qalır yeni sahib üçün. Həqiqətən, bu yaxşıdır. Bəli, bir də unutmayaq, bütün hesablaşmalar istər sığorta haqqını ödəyəndə, istərsə də sığorta ödənişi alanda yalnız nağdsız aparılır. Yəni kartla və ya köçürmə ilə. Nağd pul yoxdur. Tamamilə. Bir də könüllü sığortanızın olması, məsələn, kasko, sizi icbari AVSM sığortasından azad etmir, onu da ayrıca etdirmək lazımdır. Aydındır. Gələk öhdəliklərə və xərclərə. Sığorta haqqı necə ödənilir? Bir dəfəlik? Bəli, sığorta haqqı bir dəfəlik, müqavilə bağlanarkən ödənilir və qanun hər hansı bir endirim, hədiyyə təklif etməyi qadağan edir. Niyə belə bir qadağa var? Səbəb odur ki, bütün şirkətlər eyni şərtlərlə işləsinlər. Qiymət rəqabəti hesabına, belə deyək, riskli vəziyyətlər yaranmasın. Sabitlik üçün. Anladım. Bir də bunu bilmək lazımdır. Əgər sığorta hadisəsi baş verdisə və sizə ödəniş edildisə, sizin ümumi sığorta məbləğiniz, yəni sığortaçının maksimum öhdəliyi, həmin ödəniş qədər azalır. Yəni limit aşağı düşür. Bəli, onu əvvəlki səviyyəyə qaytarmaq istəsəniz, əlavə sığorta haqqı ödəmək tələb oluna bilər. Lap yaxşı. İndi keçək ən həyəcanlı, bəlkə də ən vacib məqama. Sığorta hadisəsi baş verdi. Nə etməliyik? Zərər necə qiymətləndirilir? Əlbəttə, ilk növbədə hadisə baş verən kimi dərhal sığorta şirkətinə məlumat vermək lazımdır. Zərərin qiymətləndirilməsi isə zərərin növündən asılıdır. Necə yəni? Baxın, sağlamlığa dəyən zərər üçün qanunda konkret faizlər müəyyən edilib. Məsələn, Allah eləməsin, ölüm halında 100%, yəni tam məbləğ ödənilir, əlillik dərəcəsinə görə fərqlidir. 80%, 60%, 40%. Ağır xəsarət 30%, az ağır 30%, yüngül xəsarət üçün isə 15%. Bəs əmlaka dəyən zərər? Maşın əzildi, evə ziyan dəydi. Əmlaka dəyən zərər isə ya təmir bərpa xərcləri əsasında hesablanır, ya da əgər təmir mümkün deyilsə
və ya çox baha başa gəlirsə, əmlakın hadisə baş verən günə olan bazar dəyəri ilə ölçülür. Qiymətləndirməni kim aparır? Sığorta şirkəti? Adətən bəli, sığortaçı özü və ya cəlb etdiyi ekspert qiymətləndirir. Yaxşı, bəs mən razılaşmadım bu qiymətlə. O zaman nə etməliyəm? Əla sualdır. Əgər siz sığortaçının qiymətləndirməsi ilə razı deyilsinizsə, onda həmin o informasiya sistemi vasitəsilə müstəqil ekspert təyin olunmasını tələb edə bilərsiniz. Müstəqil ekspert, bu yaxşıdır. Hətta daha vacib bir hüququnuz da var. Əgər sığortaçı siz hadisə barədə məlumat verdikdən sonra 7 iş günü ərzində zərərin qiymətləndirilməsini təşkil etmirsə, Yəni gecikirsə. bəli, gecikirsə, siz özünüz müstəqil ekspert çağıra bilərsiniz, hətta zəruri təmir işlərinə başlaya bilərsiniz. Sonradan bu xərcləri sığortacı sizə ödəməlidir. Bu çox güclü bir müdafiə mexanizmidir. Doğrudan da, bəs ödəniş prosesi nə qədər çəkir? Sənədləri verdim, nə qədər gözləməliyəm? Lazımi sənədləri, ərizə, şəhadətnamənin surəti, səlahiyyətli orqanların arayışları, tibbi sənədlər və s. təqdim etdikdən sonra sığortaçının 7 iş günü vaxtı var. Nə üçün 7 gün? Bu müddət ərzində ya ödəniş etməlidir, ya da imtina qərarı verib səbəbini sizə bildirməlidir, rəsmi şəkildə. Bəs yenə geciksə, ödənişi vaxtında etməsə? Əgər ödəniş gecikdirilirsə, hər gecikdirilən gün üçün ödənilməli olan məbləğin 0,1% qədər dəbbə pulu, yəni cərimə tələb etmək hüququnuz var. 0,1%. Az deyil ki. Məsələn, 5000 manatlıq ödəniş 20 gün geciksə, bu əlavə 100 manat deməkdir. Yəni, həvəsləndirici bir mexanizmdir ki, vaxtında ödəsinlər. Hə, indi aydın oldu. Bəs imtina? Hansı hallarda sığorta şirkəti pul ödəməkdən imtina edə bilər? İmtina əsasları qanunla məhdudlaşdırılıb. Bunlar əsasən fors-major hallardır, hərbi əməliyyatlar, terror aktları, nüvə partlayışı, kütləvi ixtişaşlar və s. Bir də mənəvi zərər, əldən çıxmış fayda kimi şeylər icbari sığorta ilə ödənilmir. Aydın oldu. İndi bir başqa qurum var. İcbari Sığorta Bürosu, qısaca İSB. Eşitmişəm. Bunun rolu nədir? Bir növ təhlükəsizlik yastığıdır. Tamamilə doğru. İSB, belə deyək, sistemin qarantıdır. Qeyri-kommersial təşkilatıdır və əsas məqsədi zərər çəkənlərin maraqlarını qorumaq, sistemin sabitliyini təmin etməkdir. Əsas işi isə kompensasiya ödənişləri etməkdir. Hansı hallarda kompensasiya ödəyir? Bir neçə kritik hal var. Birincisi, əgər sığortaçı müflis olubsa, yəni ödəmə qabiliyyətini itiribsə, Bu çox vacibdir. bəli. İkincisi, əgər zərər naməlum bir avtomobillə vurulubsa, məsələn, vurub qaçıbsa və ya oğurlanmış maşınla törədilibsə, amma bu halda yalnız sağlamlığa dəyən zərər ödənilir. Üçüncüsü? Üçüncüsü, əgər zərər vuran avtomobilin icbari sığortası yoxdursa və zərər vuran şəxsin özünün də ödəməyə imkanı yoxdursa, bu halda da yalnız sağlamlığa dəyən zərəri İSB ödəyir. Deməli, İSB əsasən çarəsiz vəziyyətlərdə köməyə gəlir. Bəs bu qədər ödənişi etmək üçün pulu haradan alır? Büdcəsi necə formalaşır? İSB-nin maliyyə mənbələri bir neçədir. Əsasən, sığorta şirkətlərinin büroda yerləşdirdikləri təminat depozitləri var. Sonra sığorta şirkətlərinin topladıkları icbari sığorta haqlarının müəyyən bir faizi, hazırda bu 5% təşkil edir təqvim haqqı kimi, büroya köçürülür. Yəni, şirkətlər özləri maliyyələşdirir əslində. Bəli, sistem özü-özünü maliyyələşdirir. Lazım gəldikdə isə büro üzv şirkətlərdən əlavə haqlar da tələb edə bilər. Bütün bunlar zərər çəkənlərin pulsuz qalmamasını təmin etmək üçündür. Çox maraqlı və vacib bir mexanizmdir. İndi gələk birbaşa dinləyicilərimizə. Bizim, yəni sığortalılar və ya zərər çəkənlərin hansı hüquq və vəzifələri var? Hüquqlar çoxdur. Ən əsası, sığorta şirkətini seçməkdə sərbəstsiniz. Sizə heç kim deyə bilməz ki, get filan şirkətlə bağla. Bu yaxşıdır. Başqa? Məlumat almaq hüququnuz var, müqavilə şərtləri, qanunvericilik barədə, zərərin ədalətli qiymətləndirilməsini tələb etmək hüququnuz var. Lazım gələrsə, dediyimiz kimi, müstəqil ekspert cəlb etməklə. Ödənişi vaxtında almaq? Əlbəttə, vaxtında və tam ödəniş almaq hüququnuz var və əgər sığortaçının hər hansı qərarından və ya hərəkətindən narazısınızsa, Azərbaycan Respublikasının Mərkəzi Bankına və ya birbaşa məhkəməyə şikayət edə bilərsiniz. Yəni, müdafiə mexanizmləri var. Bəs vəzifələrimiz nələri etməliyik? Vəzifələr də var təbii ki.
Ən əsası, qanunla müəyyən edilmiş hallarda icbari sığorta müqaviləsi bağlamaq və sığorta haqqını vaxtında ödəmək. Bu aydındır. Müqavilə bağlayarkən risklə bağlı bütün vacib məlumatları düzgün və tam vermək lazımdır. Nəyisə güzlətmək olmaz. Hadisə baş verəndə dərhal sığortaçını məlumatlandırmaq şərtdir. Zərəri azaltmağa çalışmaq da yəqin ki, vacibdir. Bəli, zərərin qarşısını almaq və ya azaltmaq üçün mümkün olan tədbirləri görmək və qiymətləndirmə prosesi üçün sığortaçıya şərait yaratmaq sizin vəzifənizdir. Bəs sığortaçının birbaşa öhdəliyi nədir bizə qarşı? Məsələn, mənimlə müqavilə bağlamaqdan imtina edə bilərmi? Qanun çox aydın şəkildə deyir. Əgər siz qanunun tələblərinə uyğun olaraq müraciət edirsinizsə, sığortaçı sizinlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Bu da sizin hüququnuzu qoruyur. Deməli, yekunlaşdırsaq, icbari sığorta sistemi Azərbaycanda həqiqətən də həm əmlak mənafələrini qorumaq, həm də zərər çəkən şəxslərə təminat vermək üçün çox şaxəli və vacib bir mexanizmdir. Tamamilə doğrudur və gördük ki, bütün bu prosesdə elektronlaşmanın rolu getdikcə artır. Elektron müqavilə, məlumatların informasiya sistemində olması, hətta ekspert təyinatının sistem üzərindən aparılması. Bəli, bu həm işləri asanlaşdırır, həm də daha şəffaf edir yəqin ki. Sözsüz, səmərəlilik və şəffaflıq artır. Sonda isə dinləyicilərimiz üçün bir düşüncə toxumu ataq. Sizcə bütün bu rəqəmsallaşma, İSB kimi mərkəzləşmiş strukturların olması gələcəkdə nə kimi yeni imkanlar yarada bilər? Məsələn, sığorta hadisələrinin həlli daha da sürətlənə bilərmi? Və ya bəlkə riskləri daha fərdi, daha dəqiq qiymətləndirmək mümkün olacaq? Bunun üzərində düşünməyə dəyər. Həqiqətən maraqlı sualdır. Texnologiya və mərkəzləşmə potensial olaraq çox şey dəyişə bilər. Gələcək göstərəcək.